Orucla bağlı verilən çoxsaylı suallardan biri budur ki, insanın qüsulu yoxdursa, oruc tuta bilər yoxsa yox? Cavab budur ki, əziz qardaşlar, bu icazəlidir. Burada heç bir problem yoxdur. Oruc səhihdir. Məsələn, qadın gecə heyz halından qutarıb, lakin qüsul almayıb, sübh namazı daxil olub, oruca başlayıb. Amma boynunda qüsul var, hələm qüsul almayıb. Onun orucu səhihdir, oruc tuta bilər. Yaxud məsələn, kişi gecə vaxtı cünub halına düşüb, boynunda qüsul var, sübh namazı daxil olub, sahur edib, sübh namazı daxil olub, amma qüsul almayıb, təmizlənməyib. Onun orucu səhihdir, burada heç bir problem yoxdur. Ona görə cümhur alimlər bu rəydədirlər. Hətta bəzi alimlər icma nəql ediblər ki, o insanın orucu səhihdir. Qüsul orucun səhhəti üçün şərt deyil. Bu məsələdə tam rahat ola bilərsiniz.